həzm edə bilmir. Rəhbərliyə gəldikdə nə deyirik ki, futbolçuların yaxşı yaşaması üçün, şəraitlərin yaxşı olması üçün heç bir dənə ki, etiraz eləmir, sistem səviyyədə. Məşqlərə gəldikdə, baxın, futbolçular nə tapşırıqlar verir, məşqdə tamamlayır. Oyuna gəldikdə uşaqlar, bilmirəm nə ilə bunu əlaqələndirir. İnanın ki, ilk dəqiqələrdə, əvvəlki oyunlarda baxırdıq, ilk hissələrdə gol baxırdıq, son hissələrdən baxırdıq. Bunu da əlaqələndirirdik ki, futbolçuların fiziki hazırlığı. Bu günləri futbolçularımız fiziki baxımdan da bu gün rəqiblərini belə üstələdilər. Fiziki baxımdan biz bu günləri oyunları belə deyək, individual səhvlərlə məğlub etdik. Hansı ki, qol epizodlarımız da var idi. Birinci hissədə qol epizodumuz vardı. İndi bir dənə də vurduq, bilmirəm, nə qədər görməmişəm də. Yəni, qol deyil, bəziləri deyil, qoldur. Hakimlə danışdım, televizor mənim tam xətti keçib. Yəni, bir söz deyə bilmirəm. Kailin qol epizodu var idi ki, var bilməni, 2 Hasan istədi, Sami'nin qol epizodu var idi, başla vurduq qapçıları. Yəni, qol epizodları var idi. Bu da göstərir ki, komanda fiziki cəhətdən də rəqibindən geri qalmır. Biləbir mübarizələri udurduq, biləbir anladırdıq da keçirdik də, cinaqdan, yəni hücum baxımından, amma artıq hesab 2-0 idi. Bu çox çətin olur, hesabı dəyişdirir. Bazamıza gəldikdə bizim bütün şəraitimiz, yəni hər cəhətdən futbolçular üçün ən yaxşı şərait var. İndi baxarsınız da, görərsiniz də, yəni ola bilər əvvəllər nəsə çətinliklə var, amma indiki durumda futbolçular üçün hər bir şərait. Mən görürəm bunu və mən görürəm ki, futbolçularımız üçün yaxşı şərait. Sadəcə qalıb çıxıb oyunları qalıb ki. Bir də onlar Araz Abdullayevlə bağlı sual vermək istəyirəm. Onun oyunu, performansı nə dərəcədə sizi qane eləyir? O biraz emosional futbolçudur. Bilmirəm, yox. Ambisiyalı. Araz çox yaxşı hazırlaşırdı. Qış hazırlığı dönəmində. İkinci həftəsində ayağında bir balaca ağrı hiss edir. Ağrı hiss elədikdən sonra dərhal göndərdik Bakıya və Federasiyanın klinikasında orada dispanserdə Araz müalicə olundu. Demək olar, 10-11 gün Araz komanda ilə oldu. Yəni, gəldikdən sonra da yenə Araz öz məşqlərini davam elətdirdi. Çox istəyirdi ki, bu oyunda ola. Araz keyfiyyətli futbolçudur. Arazın, məsələn, bir pası oyunun taleyini həll edir. Çox inanır bu futbolçuya. Ona görə də bu gün də əsas ola bilər. Əvvəlki, məsələn, Metina'nın oyundakı Arazla biraz fərq var. Bunu da mən düşünürəm ki, biraz məşqlərini, o zədə ilə bağlı məşqlərini buraxması oldu. İndi isə Araz komandalarını tam məşq edir. Bu gün də artıq hiss elədim ki, Araz biraz yorulub və düşündüm ki, Samir də keyfiyyətli futbolçudur və hücum xəttində kəslərimizi düşündüm ki, artıq öyrə görə qəzəlir. Çox sağ olun. İlkin Sultanı